Xanım. Xanım. Züleyxa xanım. Xanım. Xanım, siz hardasınız? Xanım. Züleyxa xanım. Xanım. Yadıma düşdü. Tamam. Təxmin eləyirəm hardadır. Həmişə harda tək qalır. İndilərdə qayıtmalıdır. Deyirəm bəlkə biraz buğda üdüb xəmir yoğuraq. Təzə çörək ətri gəlir. Burada kimsə var? Cevap verin, kim var burada? Salam xanım, evinizə xoş gəlmisiniz. Bütün sarayı axtardıq, sizi tapa bilmədik. Buyurun təzə çörəkdən dadın. Bilirdik ki, indilərdə qayıtmalısınız. Yəqin ki, açsınız. Təzə çörək pişirmişik. Əcəb bülbül kimi ötürsüz. Size kim dedi ki yeniden bura qaydasız? Gəlin xanım. Gəlin keçin, bax burada əyləşin. Bişirdiyimiz təzə çörəkdən yeyərsiz. Fikirləşdik ki, bəlkə xanım acdı. Ona görə də biraz un üyüdüb çörək bişirdik. Birazca da bura buğda unu qoymuşuq. Gözlədik ki, xanımı görək. Sonra buradan çıxıb gedək. Getməyə ehtiyacı yoxdur. Öz evinizi qoyub hara gedirsiniz? Bizim getməyə yerimiz yoxdur, xanım. Biz axı uşaqlıqdan bu sarayda böyümüşük. Hara gedə bilərik? Digər tərəfdən də həm bura öyrəşmişik, həm də xanımı çox istəyirik. Getməyə qərar verdik. Amma hara gedəcəyimizi bilmirdik. Elə bir də gördük ki, sarayın yanındayıq. Mənim də sizə ehtiyacım var. Əgər istəyirsinizsə qalın. Sizdən başqa heç kimim yoxdur. Xanım, bəs bizə demədiniz axı bugün hara getmişdiniz? Yusif'in görüşünə. Yusif'in? Bəli, Yusif'in. Yaxşı. Bəs onu gördünüz? Bəli, gördüm. Özü də yaxşı gördüm. Onu nə qədər Yuzarsif deyə çağırdımsa, eşitmədi. Elə ki Yusif adıyla onu çağırdım. Eşitdi və məni axtarmağa başladı. Bəs o sizi gördü? Yox, üzümü şalla örtmüşdüm. Məni bu cür görməsini istəmədim. Amma onu yaxşı görə bildiyim üçün ürəkdən sevinirəm. Belə zəif gözlərlə? Bəli. Həm də ona görə sevinirəm ki,
gözüm tamamilə kör olmamış. Yusifi görə bildim. Necə də gözəl, yaraşıqlı, cazibədar olub. Bütün Misir xalqı onu gördüyü üçün sevinç içində idi. Bəzən cəmaata paxıllığım tuturdu ki, nə üçün məndən başqaları da onu bu qədər çox sevirlər. Bəzən də cəmaata əhsən deyirdim ki, mənim Həbibimi, mənim kimi əzəmətli bilib, əziz tuturlar. Ambarlara tərəf. Allah müdri Yuzarsif'i qorusun. Bu sizin fərasətinizdir. Əgər buğdanı sümbülü üzərində saxlamasaydınız, indi heyvanlarımız da tələf olmuşdular. Bütün bunlar uca Allahın inayətindəndir. Əlbəttə, buğdanı sümbüllə saxlamağın başqa faydaları da var ki, bunları sonradan biləcəksən. Altmış ki növbəti. Nəvamun Qutigenin övladı. 7 baş ailə, 15 baş qoyun və 2 inək. 7 nəfər üçün 72, 7 dibin. Heyvanlar üçün 2 taya ot, 20 dibin. Cəmi 90 dibin. Dibin yoxumdur. Zeynət əşyası, qızıl, gümüş necə? Təəssüf ki, o da yoxdur. Amma inəyim, qoyunum var, qəbul eləyərsiniz? Eybi yoxdur. Qoyun və inək də ala bilərsiniz. Amma sənət tərtib eləyin ki, mal-qaranın Misir hökumətinə məxsus olduğu məlum olsun. Sonra heyvanın sahibinə qaytarın ki, onu öz yanında saxlasın. Yəni mən buğda əvəzinə verdiyim qoyunumu yenə də özüm saxlaya bilərəm, hə? Bəli, amma bir şeyi unutmamalısınız ki, saxladığınız sərvət Misir hökumətinə məxsusdur. Hökumət nə vaxt istəsə, onu sizdən ala bilər. Minnətdaram ey Allahın elçisi, minnətdaram. Bundan yaxşı təklif ola da bilməz. Mənə yaxşılıq eləyib heyvanların əvəzinə buğda verirsiniz. Hansı sənədləri imzalayayım, hə? Hansı? Minnətdaram. Allah özü sizi qorusun. Əgər dibin olmasa qızıl, gümüş, ləl-cəvahirat götürün. Əgər bunlar da olmasa, mal-qara alın ki, bunlar da onların öz sərəncamında qalsın. Əgər bu da olmasa, ev və mülk qəbul eləyin. Evi hökumətin hesabına keçirin, amma qoy özləri orada yaşasınlar. Mülklərini də hökumətin hesabına yazın. Əkin sahələrinin istifadəsini özlərinə tapşırın. Mən heç başa düşə bilmirəm. Bu necə olan işdir? Növbəti kimdir? Məqsədim ədaləti bərpa eləməkdir. Sonra bilərsən. Yola düşürük. Ey Allahın Peyğəmbəri, bu müamilə daha çox zarafata bənzəyir. Siz sərvət, əmlak, heyvanların əvəzində cəmaata buğda verirsiniz. Amma aldıqlarınızdan heç nəyə sahib çıxmırsınız. Səbirli ol. Zamanında bu zarafat elə bir həqiqətə çevriləcək ki, heç təsəvvür eləyə bilməzsiniz. Bunu bilin ki, Misirin altını üstünə çevirmək lazımdır. Hökmranlıq edənlər köləliyin əziyyətini hiss etməli, kölələr isə rahatlığa çıxmalıdırlar. Yəni bu mümkündür? Allahın bu vədəsi tezliklə həyata keçəcək.